Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizə Masazır qəsəbəsində, Masazırda 569 nömrəli marşrutun yaxınlığında, marşrut yoluna dayanacağa yaxın öz dostumun, qardaşımın, qohumumun evini çəkib sizə təqdim edirəm. Qardaş evi satışa çıxardıb, xahiş edir ki, gələk çəkək. Baxın, 2-3 maşınlıq burada məhəllə hissəsi var ki, bu məhəllə 2 qonşuya aid olan məhəllədir. Həyətinə rahat maşın daxil etmək mümkündür. Ev 3 otaqdan ibarətdir, dəyərli izləyicilər. Geniş bir darvaza hissəsi var ki, çox genişdir. Dəmirdən də materialı tam keyfiyyətlidir. Bütün evin ümumiyyətlə şəxsi tikili evdir. Bütün təmir, tikinti işləri yüksək keyfiyyətlə aparılmışdır, dəyərli izləyicilər. Evdə hal-hazırda özü yaşayır. Baxın, həyətin trap hissəsidir. Qazı, suyu, işığı, sənədi. Sənəd paket kupçadır. Evin də torpağında kupçası var. Burada gül ağacı əkmək üçün yerlər saxlanılıb və hazır güllər və ağaclar əkilmişdir. Evin yan hissəsində də boş sahəsi var ki, oranı artıq əşyaları yığmaq üçün istifadə edirlər. Kladovka kimi istifadə olunur. Gördüyünüz kimi, dəyərli izləyicilərimiz, gördüyünüz kimi həyətyan sahəsi, belə bir sakit həyətyan sahəsi var. Həyətinə heç bir kənar pəncərə baxmır. Yəni, ətrafdan sizi heç kim görə bilməz. Qonşuların evidir. Atdemli həyətimiz var. Yerdən kürsülüdür. Buradan padvala keçidi var. Evin içindən də padvala düşməyə yeri var. Masazır qəsəbəsində yerləşir. Qiymət 85.000 manat təklif olunur. Real müştəri olsa qiymətini danışıb razılaşmaq mümkündür. Keçək evin içinin otaqlarına mən sizə yaxından tanış edeyim. Dəyərli izləyicilərimiz, biz hal-hazırda evimizin giriş hissəsindəyik. Belə bir geniş koridor hissəsi var. Bura əslində bir otaq kvadratındadır. Yəni çox geniş saxlanılıb. Hardasa bir 4-ün 4-ə ölçüləri var. Sol tərəfdə gördüyünüz kimi mebel yığılıb paltar asmaq üçün. Çox səliqəli, komfort bir evdir, rahat bir evdir. Sadəcə olaraq evdə yaşayış olub, bəzi aboylar gördüyünüz kimi qopub, dağılıb. Onlar indi dəyişib düzəltmək mümkündür. Əsas odur ki, evin kvadratı sizi qane eləsin. Bura uşaq otağıdır, gördüyünüz kimi. Aboylar yenidir. Uşaqlar maşallah burada əməlli başlı dərs keçirlər. Bir otağımız buradadır. Digər bir otağımız burada yerləşir. Bura evimizin qonaq otaq hissəsidir. Belə bir qonaq otağımız var. Baxın belə. Qəşəng yeri xalça ilə döşənilib, kvadratı yaxşıdır. 3 otaqdan ibarətdir qeyd etdiyim kimi, Masazır qəsəbəsində 569 nömrəli marşrut dayanacağına yaxın yerdə yerləşir. Qum bazarının yaxınlığındadır. Bura böyüklər üçün olan yataq otaq hissəsidir ki, gördüyünüz kimi ölçüləri çox ideal ölçülərdir. Qeyd etdiyim kimi, evin də torpağında kupçası var. Və bura evimizin sanitar qovşaq hissəsidir. Bax, buranı bir belə təxmini göstərim. Gələndə özünüz yerində şahid olarsınız və evin mətbəx hissəsini sizə çəkib göstərirəm. Dəyərli izləyicilərimiz, dəyərli dostlarımız, burada evimizin belə bir kiçik mətbəx hissəsi var ki, rahat mətbəx mebeli yığılıb, soyuducu qoyulub, şkaf falan bu vəziyyətdə yığılıb, hazır vəziyyətdədir. 85.000 manata bu evimiz təklif olunur. Real müştərilərə təbii ki, qiymətdə münasib endirim olunacaq. Dövlət ipotekasına da birbaşa yararlıdır. Ətraflı kimin də sözü sualı olsa, səhifədə nömrəmiz qeyd olunub. Səhifədəki nömrələrlə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Qeyd edirəm ki, səhifədə, kanalda reklam yerləşdirmək ödənişsiz və pulsuzdur. Sizin də eviniz, torpağınız, mülkünüz varsa, satışı üçün bizə müraciət edə bilərsiniz. Kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.